Sekiz. 7. Ne sayırsın? İndi onlar daha tez düşürlər. 3-4 gün əvvəl adam sayıb qutara bilmirdi. İndi saymaq lap asanlaşıb. Bax, biri də düşdü. 6'sı qaldı. Neyin oldusa qaldı? Ağac yarpaqlar. Bax, o budaqdakı yarpaqlar deyirəm. Hər düşən yarpaq mənim ömrümdən gedir. Sonuncu yarpaq düşəndə mən də öləcəm. Bu ne axmaq fikirdə düşmüsən? Ağac yarpaqlarının sənin xəstəliyinlə nə əlaqəsi var? Bayızda yarpaqlar tökülərdi. Sən ki xəcəli xoşlayırdın. Hə, xoşlayırdım. Bu fəsildə də ölmək heç istəməzdim. Amma həkim deyəndə eşitdim. Həkim dedi ki sağalacaqsın. Amma gərək bu cür boş-boş şeyləri fikrindən çıxartasın. Özün sağalmağına inanasın. Yemek hazırlayayım ye. Ben de bu notları tamamlayayım. Yüreğin nəsə istəyir? Alın. Lazım deyil. Heç nə. Yemək də istəmirəm. Biri də düşdü. 5 qaldı. İstəyirəm sonuncu yarpağın düşdüyünü görüm. Onda mən də öləcəm. Yum gözlərini. O pəncərəyə də baxma. Ben de bunları tamamlayayım. Sabaha qədər bitirmeliyim. Başqa otaqda yaza bilməzsən. Ben seninle söhbət elə də yazmaq istəyirəm. Hem de istəmirəm o pəncərəyə baxasın. Nə vaxt qutaracaqsın? Mən pəncərəyə baxmam. Sonuncu yarpağın düşdüyünü görmək istəyirəm. Yorulmuşam. Fikirləşməkdən, gözləməkdən yorulmuşam. Azad olmaq. Düşmək, torpağa qarışmaq istəyirəm. Bax, o yarpaqlar kimi.
Yum gözlərini biraz yat. İndi gəlirəm. Gel. Ha, sensin. Geç. Görürsen de buralar ne günleri. Yenə də bilə-bilə ki, siz yandı, yenə içirsiniz. Təzəcə özünüzə gəlmişsiniz. Neydim kızım? Bacarmıram. Məndə alınmır, içməsəm olmur. Sen oğlum. Gözlerin niye kızarıp? Ayten Hekim'in dediklerini işitip. Xəstəlik dediniz nə daxı? Uşaqdır, xəstələnib sağlar. Sonra qayıdar həyatın ahənginə. Yox. Çox ümidsizdir. Həyatın ağaca bağlayıb. Bütün gün yarpaqları sayır. Axırıncı yarpağın düşməyi gözləyir. Deyir, sonuncu yarpaq düşəndə o da öləcək. Bu fikir hardan gəlib onun başına? Heç vaxt belə bəlkə xəstələnməmişdim. Heç bilmirəm neyim. Heç nə. Deyirsən ki, pəncərəyə az baxsın. Çalış başını qarışdır. Yarpaqları da saymaq lazım deyil. Qoymur. Pərdən çəkən kimi qışqırır, əsəbləşir. Ayaqlarının tutulmasını lap incidir. Hər gün ölümünü arzulayır. Dərmanlarınsa heç xeyri yoxdur. Hardan tapdı bu xəstəliyi? Darıxma. Sağlar inşallah. Çalış, onun başını biraz qat. Bir də ki, sən axı niyə xəstəxanadan gətirdin onu? Evə gətirəndə sevindim ki, özüm baxacam. Amma indi başa düşürəm ki, xəstəxanada qalmağın heç bir xeyri yoxdur. Ona görə evə gətirməyə icazə verdilər. Yaxşı, mən gedim. Yaxşı olmab. Yaxşı ki, vaxtında qutardım. Heç olmasa, biraz da olsa pulunu var. Sağ olun. Yaxşı. Hələ bu nədir? Siz məni yaxşı tanımırsınız. Mən necə rəssam olduğumu bilmirsiniz. Vaxt gələcək. Bu xalq müftəri məni tanıyacaq. Mənim necə rəssam olduğumu biləcəklər. Onda mənim bütün şəkillərim,
Büyük sergiler de olacak. Onun benim şanslarımdan danışacak. Ben jurnalistlerden biri. Jurnalistler mənasız suallarla beni bezdirəcəklər. Öyle hırda para işler verip orasını burasını beğenmirler. Eybi yok. Bak gelecek. Ben meşhur bir adam olacağım. Görürsen o da gelecek. Meşhur meşhur yazın. Yok. Onu devletname göndereceğim. Bunda her şey yaxşı olacak. Ben de arzuma sunacağım. Yaxşıdır. Düşmeyeyim. Qaldır məni, baxmaq istəyirəm. Gecə külək əssə də bu düşməyib. Yəqin o da bugün düşəcək. Onda mən də öləcəm. Görürsən, külək əssə də o dayanıb. Hələ də yaşayır. Yəqin mənim axmaq fikirlərimin açığına düşmür. Doğrudan da öz ölümünü arzulamaq axmaqlıqdır. İndi bütün yarpaqlar düşür. Ama yazda bu ağac yeni yarpaq açacaq. Yarpaqlar tökülsələr də ağac ki qurumur, o yenə yaşayır. Ola bax, gün necə külək əsir, amma yenə də düşmür.